Sabah xeyirli olsun değerli izləyicilərimiz. Bugün yanvarın 9'u Beynəlxalq Maliyyə Birjasında nələr baş verəcək? Yəni dünən bildiyiniz kimi həm Telegram Signal kanalında, həm Instagramda, eləcə də YouTube kanalında biz qızıl haqqında məlumatlar verdi və aşağı enməsini 4408'e qədər proqnozlaşdırdı. Eyni zamanda dönüş nöqtəsi kimi nəzər çatdırdı. Satış əməliyyatlarında da mükəmməl nəticələr əldə etdi. Təbii ki, Telegram Signal kanalında biz bunu bir neçə siqnalı paylaşdıq və bütün siqnallar uğurla nəticələndi. Bugün səhər saatlarında nələr baş verdi və nələr baş verəcək? Səhər saatlarında qızıl sürətlə yenidən yuxarı doğru istiqamətə 4484'lərə qədər qalxdı. Bugün nələr baş verəcək? Yəni bugün alış əməliyyatları 4467'lərdən 4523'lərə kimi. Təbii ki, qarşıda 4400 ikinci bay əməliyyatları, 4000 əsas bay əməliyyatları 4484'lərdən gələcək. Satış əməliyyatları 4400 erkən satışlar 4458'dən 4455'lərdən, əsas satışlar isə 4448'lərdən 4439'lara qədər. Yəni bu birinci hədəfdə, amma 4407 olarsa qiymət 4380'lere kadar enməsi gözlənir. Amma nəzər çatdırım ki, yəni əsas satışlar 4448'dən gəlsə, qarşıdakı hədəfi 4439 və 4428'lərdir. Amma 4407'lərdən aşağı formalaşsa, təbii ki, qiymət 4380'lərə kimi gələcək. Yəni bu da təbii ki, dönüş nöqtəsidir. Keçək biz Bitcoin'ə dünən biz 90 binlere kadar enişlerin nəzər çatdırdı. Təbii ki, bir azca ondan aşağı düştü. Bugün alış əməliyyatları 91-700'lər dönüş nöqtəsiydi dünən. Bugün 91-700'lər alışlar da 95-100'lər yenidən satış əməliyyatları üçün optimal səviyyədir. Keçək neftə, crude oil dünən biz 60.70'lərdən alış əməliyyatlarını nəzər çatdırdı və qiymət nə az nə çox 3 dollarlıq yuxarı doğru istiqamətə, yəni uçdu göylərə. Biz ibtidai sinifdə oxuyanda bizim yaşlı olanlar bilərlər. Yəni uçdu göylərə bizim beykimiz belə bir şehir vardı. Neft də dünən göylərə uçdu və 3 dollarlıq bir yüksəliş nümayiş etdi. Bugün nələr baş verdi? Müqavimət xətti 63.50'lərdir. Yəni bu həmin nöqtəyə qədər qalxdı və dönüş nöqtəsi kimi yəni bunu nəzərə alın. Bugün demək enmə təhlükəsi 61.50'yə düşmə təhlükəsi var. Təbii ki, satış əməliyyatları 62.40'lardan gələcək. Alışlar isə 63.10'lardan. Amma nəzər çatdırım ki, 63.50'lər çox güclü bir dəstək xəttidir. Funta gəldi isə funta alışlar 1.34-600'lər, satışlar isə 1.34-100'lər. Dünən hədəfləri müəyyən etdik. 1.34-400'lər və 1.34-200'lər həmin hədəflərə toxundu və dönüş nöqtəsi kimi nəzərdə çatdırmışdı. Və bugün nələr baş verəcək? Euro dollarda. Euro dollara dünən biz satış əməliyyatları 1.16-700'lərdən vermişdik. Təbii ki, qiymət aşağı düşdü. Bugün alışlar 1.16-650'lərdən, satışlar isə 1.16-400'lərdəndir. Və gümüş satış əməliyyatlarını dünən 76-9'lər nəzərdə tutuldu. 73-80'lərə qədər, 800'lərə qədər endi. Bugün alışlar 77-400'lər, satışlar isə 75'lərdir. Və Nasdaq S&P Dow Jones'lar isə, DAX'lar isə bunlar təbii ki, ümumi istiqamətdə yuxarıda, azca korreksiyalar verirlər. Təbii ki, satış əməliyyatları olarsa biz bunu Telegram Signal kanalında canlı olaraq yəni həm də video vasitəsilə izah veririk ki, hansı nöqtələrə qədər qalxır və yaxud da enər. Belə, sizi də Telegram Signal kanalına dəvət edirəm. İnşallah görüşmək ümidi ilə. Bugün cümə günü, cümləniz mübarək olsun.